Sabahınız xeyir, hörmətli tamaşaçılar, Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə 13 nəfər, Aşağı Orataq kəndinə 21 ailə 108 nəfər, Eyvalı kəndinə 7 ailə 34 nəfər, Çapar kəndinə 4 ailə 17 nəfər, Həsənriz kəndinə 6 ailə 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə 131 nəfər yola salınıb. Onlar ölkənin müxtəlif ərazilərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. O vaxt mən gələndə 32 yaşım var idi. İndi mənim nəvələrimlə gedirəm, qardaşımdır, qardaşımın yoldaşıdır. Biz öz yerimizə Ağdərə rayonunun Aşağı Orataq kəndinə qayıdırıq. Sevinirik, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin, Allah prezidentimizi var eləsin. İnanıram ki, xalqımız hamısı sevinir. Çünki vətən elə bir şeydir ki, onun bir qarşı torpağının işğal olunması istənilən Azərbaycanın şimalında, cənubunda, şərqində, qərbində yaşayan insan üçün fərqi yoxdur. Bunların hamısı üçün bu vətəndir. Təsərrüfatların sevincimlə həddi uyğu yoxdur hal-hazırda. Prezidentimizə can sağlığı ki, bizi sərgəlcə göndərdi öz torpaqlarımıza. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Ali baş komandamıza da Allah can sağlığı versin. Çox sağ olsun ki, bu şəraiti yaratdı, bu millətimizi yerinə qaytarır. Çox şükür bu günə.